Salam, hər vaxtınız xeyir olsun. Mövzulararası əlaqə və ikinci davamı olaraq deməli 100-cü sualdan başlayacağam və bir neçə suallara izah verəcəm. Deməli 100-cü sualdan başlayaq. Onurğalı heyvanların təkamülü prosesində ürək qan-damar sisteminin quruluşunun mürəkkəbləşməsi. Deməli, mürəkkəbləşmə, sadələşmə anlayışından istifadə olunursa, bu zaman ardıcıllığa diqqət edəcəyik və bu ardıcıllıqda deməli baxsaq variantlara, baxsaq ki, ən sadə quruluş balıqlardadır. Qan-damar, yəni xordallar içərisində, onurğalı heyvanlar içərisində, daha doğrusu ən sadə quruluş balıqlardadır. Balıqlardan sonra keçilən mövzumuz deməli suda qurda yaşayanlar, sonra timsah, yəni sürünənlər və nəhayətində məməlilər üçün qan-damar sisteminin mürəkkəbləşməsi mümkün olacaq. 101-ci sualda qan tənəffüs sistemində təmizləndikdən sonra bilavasitə ürəyə qayıtmadan bədənə yayılır və bu da yalnız bir sinif üçün xarakterik idi. Yəni qan tənəffüs orqanında təmizləndikdən sonra bütün bədənə yayılır, oksigenlə deməli təmin edir orqanları, sonra venoz qana çevrilərək ürəyə qayıdır. Və bu da yalnız bir sinif üçün, balıqlar sinifi üçün xarakterikdir və cavabımız da D variantıdır. 102-ci məsələdə heyvanların hansının deməli boşluqda ancaq venoz və ancaq arterial qan olur. Ürək boşluqlarında yalnız venoz və yalnız arterial qan olmasını axtaraq, deməli ürək boşluğunda yalnız arterial qan deyirsə, bu açıq qan-damar sistemi üçün xarakterikdir və bu da açıq qan-damar sisteminə baxsaq göl ilbizi və may böcəyi üçün və venoz qan deyirsə, bu da balıqlar üçün xarakterikdir. Bildiyimiz üzrə balıqların ürəyi 2 kameraldır və ürəklərində yalnız venoz qan olur. Deməli cavabımız da elə A variantı olacaq. 103-cü sualda göstərilən mühakimələrdən hansı səhvdir? A variantında məməlilər arasında fəal uça bilən növlər var. Təbii ki də yarasaları buna misal göstərmək olar. Balıqlarda iyi bilmə hissiyatı yoxdur. Balıqlarda niyə də iyi bilmə hissiyatı olmasın? Burun dəlikləri iyi bilmə yalnız və yalnız iyi bilmə xüsusiyyətini yerinə yetirir. Deməli, B variantımız burada səhvdir. Xordalı heyvanlar arasında görmə analizatoruna malik olmayan nümayəndə var. Bəli, neştərçədə gözlər yoxdur. Yəni, ən azından, ən sadə formada neştərçəni göstərmək olar. Hərəkət orqanlarına malik həşəratların üç cüt ətrafları vardır. Bəli, həşəratların ətrafları üç cütdür. Hərəkət orqanlarının sayı isə maksimum 10 ola bilər. Yəni, qanadlar da hərəkət orqanıdır, amma ətraf sayılmır. Y variantında xərçəngimlərin 2 cüt bığcığı var. Bəli, bu da doğru müddəadır. Demək, 104-cü sualda bütün xordalı heyvanların antogenezi üçün səciyyəvi olan xüsusiyyətlər hansıdır? Demək, biz burada baxsaq xordalların neştərçə də daxildir bu sıraya. Onlarda da ürək və baş beyin yoxdur. Başı və ürəyi yoxdur. Ona görə də 1 və 2 variantını çıxırıq. Variantlardan qalır D və Y variantları. Deməli, D variantını yoxlasaq, 3-ə baxsaq, ox skeletinin olması bütün xordallar üçün xarakterikdir. Yəni, neştərçədə xorda olduğu halda, yəni bütün bədən boyunca, ömrü boyunca qaldığı halda digər onurğalı heyvanlarda onurğa ilə əvəz olunur. Təbii ki, onların da içərisində istisna nümayəndələri var. Demək, və gəldik 5-ciyə. Antogenezdə qəlsəmə yarıqlarının olması, bəli, hamısı üçün xarakterik xüsusiyyətdir qəlsəmə yarıqlarının olması və 6-cı isə sinir borusu ki, biz deyirik ki, xordalı heyvanların sinir sistemi məhz borulu sinir sisteminə malikdirlər. Demək, cavabımız da D variantıdır. 105-ci sualda neştərçə və soxulcanın deməli quruluşunda olan ümumi nəticələr, ümumi cəhətlər daha doğrusu. Ümumi cəhətlər dedikdə ifrazat orqanının quruluşu, ürəyin, baş beynin görmə orqanlarının olmaması,
Doğrudan da nişdərsənin ifrazat orqanının quruluşu soxulcanın ifrazat orqanına uyğundur. Ürəyin, baş beynin və görmə orqanlarının da olmaması məhz hər ikisi üçün xarakterikdir. Burada da ümumi cəhətləri soruşurdu. Demək ki, elə cavabımız da A variantıdır. Və sonrakı sualımız deməli 106-cı sualda ürək və ürək boşluğunda yalnız arterial və 2 kameralı ürək və ürək boşluğunda yalnız venoz qan. Bayaq qeyd etdiyim kimi ürəyində arterial qan deyirsə bu açıq qan damar sisteminə malik olan canlılardır. Bu da anadonta göl ilbizini göstərə bilərik. Və ürək də 2 kameralı deyirsə, demək anadontanı buradan çıxırıq, çünki ürək 3 kameralıdır və göl ilbizi variantını saxlayırıq. Sonrakında isə ürək 2 kameralıdır və ürəyində yalnız venoz qanın olması da balıqlar üçün xarakterikdir. Bayaq da bunu izah etdim. Cavabımız da Y variantıdır. 107-ci məsələdə, daha doğrusu sualda verilən sıralardan hansında adı çəkilən heyvanların ardıcıllığı sinir sisteminin mürəkkəbləşməsi. Baxın, burada da qan damar sisteminin mürəkkəbləşməsi, burada da sinir sisteminin mürəkkəbləşməsi. Deməli, mürəkkəbləşmə, yenə də qeyd edirəm, sadələşmə, mürəkkəbləşmə dediyi halda biz keçdiyimiz heyvan tiplərinin ardıcıllığına nəzər salırıq. Demək ki, sinir sistemi deyirsə, mürəkkəbləşmə deyirsə və sonda baxsaq ki, ən sonda həşərat var, xərçəng var, həşərat var, xərçəng var. Deməli, baxaq, Aureliya ən birinci keçdiyimiz tip olaraq Aureliya, sonra yastı qurdlar Axplanari, sonra xanı balıq burada qaydanı pozur, çünki xanı balıq xordallara ən mürəkkəb olacaq. Keçirəm B variantına. Axplanari, hidra, nereid, yaşıl şala. Axplanaridən sonra hidranı keçmirik. Qaraciyər sorğusundan sonra aktiniyanı keçmirik. Aktiniya sonra soxulcan, sonra neştərçədən sonra göl ilbizini keçmirik və cavabımız da deməli Y variantı qalır hidra. Sonra qaraciyər sorğusu yastı qurdlar, sonra həlqəvi qurdlar, sonra da buğumayaqlılar. Deməli, 108-ci sualda suda üzməsi yalnız cüt arxa ətraflar sayəsində baş verir. Arxa ətraflar, cüt arxa ətraflar deyirsə, biz burada deməli qurbağanı götürürük. 109-cu sualda hansı doğru deyil? Keçi, zürafə, qoyun cüt durnaqlılardır. Bəli. Xaçlı hörümçəkdə 4 cüt, həşəratlarda 3 cüt yermə ayağı var. Bəli. Delfinin arxa ətrafları yoxdur. Bəli. Qalıq halında çanaq sümükləri var rudimentalda. Yarasalarda döş əzəlləri zəif inkişaf etmiş, qulaq heyvanı reduksiyaya uğramışdır. Yarasaların ən yaxşı inkişaf edən hiss orqanı qulaqlarıdır. Yəni ki, eşitmə orqanıdır. Bu da ultrasəsləri eşitməyə xidmət edir. Deməli ki, burada cavabımız elə D variantı olacaq. Çısbağada dişlər yoxdur, bəli, yoxdur, çənənin çıxıntıları var. Yalnız bir tipin nümayəndələri üçün xarakterik olan, məsələn, ağciyərlərə baxsaq, ağciyərlər xordallarda və molluskalarda, hətta buğumayaqlılarda da ağciyər olan nümayəndələri var. Qəlsəmələr eyni zamanda həlqəvi qurdlarda, xordallarda, buğumayaqlılarda, yəni qəlsəmələr rast gəlinir. Böyrək anlayışı yenə molluskalar və molluskalar və xordallar üçün xarakterikdir. 2 kameralı mədə deyirsə, 2 kameralı mədə xərçənglərdə, buğumayaqlılarda, hətta quşlarda da var və bunlar içərisində deməli mantia yalnız molluskalara aiddir. 111-ci sualda tənəffüsdə atmosfer oksigendən istifadə olunmur. Atmosfer oksigendən istifadə etmirsə, deməli bunlar suda yaşayan qəlsəmə ilə tənəffüs edən canlılardır. Və buna da cavabımız elə məhz A variantı olacaq. Anadonta və qumqurdunu göstərmək olar. Timsahı çıxırıq buradan, su ilanı ağciyərlərlə nəfəs alın, delfin ağciyər və göl ilbizi də ağciyərlərlə, eyni zamanda çılpaq ilbizlə ağciyərlərlə nəfəs alır. 112-ci sualda göyərçin, timsah və it üçün ümumi olan cəhət. Deməli, quş, sürünən və məməlli heyvanlar üçün ümumi cəhət. 4 kameralı ürək və daxili orqanların yalnız arterial qanla təchiz edilməsi. 4 kameralı ürək hər üçünü ödədiyi halda daxili orqandan yalnız arterial qanla təchiz edilməsi timsah bu qaydanı ödəmir. Ürəklərində venoz və arterial qan bir-birindən tam ayrılmışdır. Bəli, ürəklər 4 kameralı olduğu üçün venoz və arterial qan da bir-birlərindən ayrılır. Çin qurşağında sümüklərin sayı it üçün məsələn 2-də. 2 kürək sümüyü xarakterikdir.
Digərlərində isə 6 sümük var. Bədən temperaturunun sabitliyi göyərçin və it üçün xarakterikdir. Üçüncü göz qapağının olmaması göyərçin və timsahda olduğu halda itdə yoxdur. Bir qan dövranına malik olub arteriya damarları ilə həm venoz, həm də arterial qan axan heyvanlar. Deməli, bir qan dövranına malik olan məhz balıqlardır. Biz bunu balıqlarda axtarırıq və arteriya damarları ilə həm venoz, məsələn, qarın aortası ilə venoz qan axır, bel aortası ilə arterial qan axır. Və yaxud da qəlsəmə çıxarıcı arteriyalarla arterial qan, qəlsəmə gətirici arteriyalarla venoz qan axır. Deməli, bu bizim balıqlar cavabımız olacaq ki, çəki, nərə, sqat bunu ödəyir. 14-cü sualda 114-cü bir qan dövranına malik olub vena damarları ilə venoz qan axan heyvanlar. Bir qan dövranı eyni zamanda yenə də bu balıqlardır və vena damarları yalnız venoz qan axır və cavabımız elə D variantı olacaq. Və 115-ci sualda atmosfer havası ilə tənəffüs edən heyvanlar. Atmosfer havası ilə deyirsə, deməli biz buradan balıqları çıxırıq, akula çıxırıq və anadonta qəlsəmələrlə nəfəs alır, yengəc xərçənglərə aid qəlsəmələrlə nəfəs alır və qalır bizdə D və Y variantları. D variantına baxsaq, doğrudan da balina, delfin məməlilərə aiddir, ağciyərlər nəfəs alır, gölməçə ilbizi ağciyərlərlə nəfəs alır, antilop da məməlilərə aiddir, ağciyərlərlə nəfəs alır və bizdə Y variantında anadonta qəlsəmə tənəffüsünə malikdir deyə bu variant qəbul etmirik. D variantı doğru cavabımız. 116-cı sualda çox hüceyrəli rüşemin əmələ gəlmə prosesi yumurta çıxarıcı boruda başlayan. Yəni, yumurta çıxarıcı boru anlayışından istifadə ediriksə, yəni burada başlayırsa çox hüceyrəli rüşemin əmələ gəlməsi, deməli bunlar daxili mayalanmaya malik olan heyvanlardır və biz inək, göy balina və pələngi seçmiş oluruq. Deməli 1, 2, 5. 117-ci sualda hansı müddəa doğru deyil? Soxulcanda bədənin önündə yerləşən bir cüt yoğun damar ürəyi əvəz edir. Bəli. Orada bir neçə yoğun damar. Bəli. Bir neçə olduğuna görə düzgün variantdır. Neştərcədə bel qan damarı qanı gəlsəmələrə aparır. Bel qan damarı qanı gəlsəmələrə deyil, bütün bədənə aparır. Deməli, səhv variantımız elə B variantı olacaq. Neştərcə ilə soxulcanın ürəyi damarları əvəz edir, düz. Neştərcədə qarın qan damarı qanı gəlsəmələrə aparır, düz. Soxulcanda qan yalnız damarlara axır, yəni qapalı qan damar sisteminə malikdir. 18-ci sualda qanı bədən boşluğu mayeəsi ilə qarışmayan deyirsə, deməli bu qapalı qan damar sistemidir. Soxulcan həlqəvi qurdlar qapalıdır. Biz də demişdik ki, həlqəvi qurdlar və xordallar qapalı qan damar sisteminə malikdir və buradan da cavab seçsək, soxulcan, neştərcə, balıq və ada dovşanı olaraq 1, 2, 5 və 6-nı götürəcəyik. 119-cu sual ürək boşluğundan arterial qan keçən heyvanlar hansıdır? Arterial qan deyirsə, deməli ki, biz baxaq ürək boşluğundan arterial qan keçən. Deməli ki, balıqların ürəyində yalnız venoz qan olduğuna görə biz 2, 3 və 5-i buradan çıxırıq. Yəni, heç bir halda bunların ürəyində arterial qan keçməyəcək və cavabımız da elə 1, 4, 6 və 7 olacaq. Və 120-ci sual. Suda quruda yaşayan, sürünən quş və məməli üçün ümumi olan cəhət hansıdır? Yəni, burada biz 4 qrup heyvan görürük. Suda quruda yaşayan, sürünən, quş, məməli. Mədəciklərdə tam ara kəsmənin olmaması. Quş və məməlilərdə tam olduğu halda, hətta sürünənlərdən timsahda, digərlərində isə deməli 3 kameraldır. Ağciyər venaları ilə sol qulaqçığa arterial qanın gətirilməsi hamısı üçün xarakteri xüsusiyyətdir. Çünki hamısında ağciyər tənəffüsü var və ağciyər venaları da ağciyərdən deməli qanı ürəyə gətirir. Arterial qanı ürəyə gətirir və B variantı bizim doğru cavabımızdır. Və bu kimi testlərin izahının ardıcıl olması üçün, davamının olması üçün kanala abunə olmağı unutmayın.